Uşaqlar testini ardını çəkək. Baxırıq ki, xəbər təkdir. Təkdirsə, this is deyə bilmərik. Bu tərəfdə də o və z var. O və z varsa, uzaqdan söhbət gedir. Zosla buildings olardı. Ona görə də biz buna tək verməliyik. Demək, baxırıq. This is our house and that is over z-yə görə z verməliyik. 121-də letdən sonra obyekt əvəzləyicilər. Let him who are afraid difficulties stay with he olmaz. Demək, verəcəyik biz let those who are afraid of difficulties stay with me. Burada ya me olar, ya da as olar və ya da me olar. Baxıram bura, çünki sözündən sonra obyekt gəlməz. B-ni yeni atıram. Baxıram ki, burada A-ını versəm, letdən sonra she gəlməz. Letdən sonra him gələr, those gələr. Him versəm, bu tərəfdə sözünündən sonra şəxs əvəzlik gəlməz. Ona görə də verirəm D variantı. 122, 2 nəfərdir, verirəm they. Nisdə qadın cinsidir, verirəm her. Sonra burada nöqtədən sonra isim var, isimsizləri atıram. Demək, isimsizlər D-ni yeni atıram. A, B, C-yə baxıram. İndi baxıram buradan nə atacam? Sifətdir. Sifətdirsə, it's-dən sonra sifət gəlməz, isim gələr. B-ni də atıram. It is-dən sonra yenə də sifət gələr, isim gəlməz. Demək ki, ya A-dır, ya da C-dir. B variantı atıram, çünki it's-dən sonra isim gələr. A-la C. İndi baxıram sona. Əgər mən it's-i gətirib bura qoysam, it's tək qala bilməz, isim istəyər. Ona görə də C variantında it's-də bura uyğun olmadığı deyə A variantı verdim. Çünki feildən sonra obyekt gələr. John and Anne. John and Anne deyir, özlərini günahlandırırdılar. Onların özlərini, yəni özlərini cəm olduğu üçün. Bunlar Zeydə axı 2 nəfərdilər. Ya da verə bilərik, bizi günahlandırırdılar. Himself niyə deyə bilmərik? Çünki bunlar tək deyirlər, cəmdilər. 2-4. Sonra I like not only the perfume. Deyir, parfümü də xoşlamadım. Parfümün özünü. Söhbət parfümdən gedir. Itself verəcək. But also onun butulkasını isim gəlir. It's bottle verəcək. It is-dən sonra isim gəlməz. It is-dən sonra isim gəlməz. It's-dən sonra isim gəlməz. It-dən sonra xəbər gələr. Amma burada isimdir. B variantı. 126. Demək, deyir ki, researchers discovery. Burada əsas məsələ cəmdir, tədqiqatçılar. Cəmdir deyə A-nı, B-ni atıram. Ya D olar, ya Y olar, ya da C olar. Amma buradakı isim, əsas isim təkdədir. Təkdədirsə Z-yə atıram, qalır it. Didn't it? 127-də sites, görmələri, onların görməsi. Have you visited Lisbon and their sites? Görməli yerləri mənasına gedir, isimdir. Demək, D-ni atıram, it is-dən sonra isim gəlməz, it is-dən isim gəlməz, A-nı atıram. C-ni Y-yə və B-yə baxıram. Bu tərəfdə mən sifət var. Sifət varsa, it-dən sonra isim gələr. Amma it is-dən sonra sifət gələr. Demək ki, verirəm Y variantı. Burada da söhbət görməli yerlər cəm olduğu üçün zen verirəm. 128-də testdə biraz səhvlik var uşaqlar. Çünki cəmdən söhbət gedir və cavab kartı ilə də uyğun gəlmir. Onlar 1-3 veriblər. Uşaqlar cəm olduğu üçün mən himself, herself necə deyim? Demək, uşaqlar deyir, siz öz kollegiyalarınızla görüşmək istəyərdinizmi? Əslində yourself, yourself olmalıdır. Amma children cəmdir, yourself də uyğun gəlmir. Olacaq 5-6. Yəni bu testdə səhvlik var. Biz də məcburən 4-5-6 götürürük. Alice nephew oğlandır, he verirəm. Spectacles cəmdir deyə, feildən sonra da obyekt olur deyə zen verirəm. Sophie cousindir, he verirəm, ya she verirəm, hansısa verə bilərəm. Götürdü deyir qayçılar. Qayçılar da cəmdir, onları deyəndə zen verirəm.